Azərbaycan beynəlxalq maliyyə təsisatlarından asılılığını tamamilə azalmışdır. Biz Beynəlxalq Valyuta Fondu ilə münasibətləri mənim ilk prezidentliyim dövründə artıq dayandırdıq. Digər maliyyə təsisatları ilə bağlı isə biz demək olar ki, əməkdaşlığımızı tam dayandırmışıq. Bizim xarici borcumuz cəmi 5 milyard ABŞ dollar həcmindədir. Yəni, bu bizim ümumdaxili məhsulumuzun 7%-dən az rəqəmdir. Bu onu göstərir ki, bizim xarici sərmayələrə maliyyələşmə ehtiyacımız yoxdur. Əksinə, bəzi maliyyə institutları bizə müraciət edir ki, bizdən borca pul alsınlar. Biz bunun üzərində çalışırıq. Biz əlbəttə ki, tamamilə portfelimizi sıfıra endirmək istəmirik. Maliyyə institutları ilə bağlı bizim əsas tərəfdaşlarımızdan Asiya İnfrastruktur və Sərmayə Bankı ilə əməkdaşlığımızı qeyd edə bilərəm. Bu da Çinin təşəbbüsü ilə təsis edilmiş bir bankdır.